Oyun. Sakit və xoşbəxt günlərə çatmaq üçün çox çətin yollardan keçməli oldum. Ayağıma batmış tikanlar ürəyimdə çiçəklənməyə başladı. İnanıram ki, attığım hər bir addım kiməsə dərs olacaq. Səhvlərimi təkrar eləməyəcəklər. Uşağım mənim üçün bütün dünyadır. Onu axtarıb tapana dək, nə qədər göz yaşı tökdüyümü, nələr keçirdiyimi yalnız mən bilirəm. Əgər sizin ailənizdə hər şey sakitdirsə, onu qoruyun, qədrini bilin. Dürüstlüyün, saflığın yalnız və yalnız kitablarda olduğunu fikirləşdiyiniz gün bunu bilin ki, lap uçurumun kənarında dayanmısınız. Bunu sizə mən, super profesional qadın deyir. Sizə nə arzuladığımı soruşsaz, deyərəm ki, həyatınız heç vaxt bir oyuna çevrilməsin. Cinayət axtarış şöbəsi. Mən turistəm. Nə baş verib? Məni tanımadınız? Biz əvvəl də görüşmüşdük. Lalənin oğlu zəhərlənəndə. Üzünüz tanış gəlir. Zəhmət olmasa mənlə gəlin. Niyə? Mənim bir saatdan sonra reisim var. Sizin reisinizdə hələ çox var. Buna ixtiyarınız yoxdur. Mən xarici ölkənin vətəndaşıyam. Narahat olmayın, vətəndaşlığınızı dəyişmək istəmirik. Müqavimət göstərməyin. Oturun maşına. Qızım, Gəldilər. yoldadılar. Niyə onu dünən gətirmədilər? Gözümə yuxu getməyib. Daşkənddə deyiblər ki, tibbi müayinədən keçməlidir. Özün bilirsən, nə qədər şey olub. Uşaq həkimlərin nəzarətində olmalıdır, qızım. İndi hardadılar? Az qalıb, narahat olma. Yarım saata çatacaqlar. Şamildən bir xəbər var? Deyirlər ki, ya yaralı halda, ya da ölüsü tapılacaq. Vurublar, amma sağ qalıb. O məyər insandır? Oğluma analıq eləyərsən. Mənsiz çətinlik çəkməsin. Səni başa düşmədim, qızım. Bu mənim taleyimdir. Məndən incimə, ana. Şamildən qorxduğun üçün belə deyirsən, onu bugün tutacaqlar. Mən özümə görə qorxuram. Öz taleyimdən. Çünki mənim bu evdə olmağım sadəcə bir oyundur. Nə oyun, qızım? Məni Şamili tutmaq üçün gətiriblər, ana. Oyun bitdi. Məni yenidən aparacaqlar. Mən uzun illər evdə olmayacam, ana. Pərviz gələndə şənlik keçirərik. Qarşıda hələ çox işlər var, qızım. Bu evdə daha şənlik olmayacaq. Sən yaxşı şeylər haqda fikirləş. Bu evi də kürəkəninizə verirəm. O notariusu gətirəcək. Niyə? Güya ona borcluyam. Qoy, gözü doysun. Onu görüm lənətə gəlsin. Yaxşı, ver əl çəksin. Onda bizdə qalarsan. Öz ata yurdunda. Şənliyi də elə orada eləyərik.
Səncə evi belə asanlıqla verəcək? Buna inanmıram. Nəsə eləyəcək. O məni qumarda girov qoydu. Bir qul kimi satdı. Ondan şikayət eləsən bilirsən nələr olar? Sən özün qumarbazsan, Mən kiminsə nağıllarına inanacaq birinə oxşayıram, hə? Qulaq as. Hı. Evi 2 dəfə ucuz təklif eləyirəm. İndi 10.000 ver, ev sənin olsun. Birdən məni aldatsan? Onsuz da məni tez-tez prokurorluğa çağırırlar. Arvadımın işinə görə. Mənə əlavə problem lazım deyil. Deməli, sənə bugün 10.000 verəcəm, evi sənədləşdirdikdən sonra 40.000 də verəcəm və ev mənim olacaq, düzdür? Hə? Evi sənə 2 dəfə ucuz təklif eləyirəm. Bəs pulu nə edəcəksən? İnternetdə totalizator öyrənmişəm. Həyatda gətirməyən bəxtim internetdə gətirəcək. Mənə inan. Qumar oyunları indi internetə keçib. Mən evə gedirəm. Nəysə, qalanını sonra danışarıq. Yaxşı. Sizin iş tapşırdığınız ustanı tutmuşuq. Qəbul eləyirsiniz ki, ona Laləni qaçırmağı siz əmr eləmisiniz? Qəbul eləyirəm. Biz $3.000 razılaşdıq. Şamillə harda görüşmüsünüz? Lalədən kartı öyrənmək istəyirdim. O fitri, istedadı olan mahir qumarbazdı. Mən sizdən Şamili soruşdum. Qurbanın yanında siz Şamilə zəng eləmisiniz. Şamil mənə bura gəlməkdə və Laləni tapmaqda kömək elədi. Amma məqsədim Lalə ilə görüşmək idi. Dediyim kimi, ondan kartı öyrənmək istəyirdim. Şamildənsə istifadə elədim və salam. Türkiyədə atışmada siz polisə özünüzü zərər çəkmiş kimi göstərmisiniz. Bəli, çünki mənə atəş açmışdılar. Mən adi qulluqçuydum. Əgər günahım olsaydı, məni azad eləyərdilər. Yaxşı. Sizi əvvəlki işlərdə günahsız hesab eləyək. Daha bir sualım var. Snayper kim idi? Kaş ki biləydim. O az qala məni öldürəcəkdi. Bizdə olan məlumata görə snayperi Şamil tutmuşdu. Bəli. Bunu başqa kim eləyə bilər? Ən azından snayper mən deyildim. Uzaqdan özümə atəş aça bilməzdim ki. Həmin vaxt Qurban İstanbulda yemək çatdırma şirkətlərindən birində işləyirdi. Atışmadan əvvəl o villaya gedib və yoxa çıxıb. Bunun mənlə nə əlaqəsi var? Məsələ ondadır ki, Qurban sizə ərzaq gətirirdi. Siz onu tanımaya bilməzdiniz. Mən hamını yadda saxlaya bilmərəm. Qurbanın işlədiyi həmin yerdə cəsədlər tapılıb. Onları Şamil öldürüb. Deməli, Qurbanla Şamil bir-birini tanıyır, elə deyil? Tanısınlar da, bundan mənə nə? Bəs niyə dünən sizi Qurban buraxdı?
Mən qaçdım. O Şamilin adamını tanıdığını demədi. Səncə bir-birinizi tanımamağınız qəribə deyil? Gizlətməyin heç bir mənası yoxdur. Qurban sizi yaxşı tanıyır. Məsələ o snayperdədir. Şamilin snayperi Qurbandır. Eşidirəm. Yoldaş rəis, sizi çağırırlar. Şamil tapılıb? Xeyr, üzük məsələsində yenilik var. Başa düşdüm. Salam əzizim. Evin sənədlərini götürməyə gəldim. Evin sənədlərinin harda olduğunu çox yaxşı bilirsən. Get özün götür. Çox sağ ol. Sən möhtəşəm qadınsan. Notarius sənədləri əgər tez hazırlasa, imzalamağa mütləq bir yerdə gedəcəyik. İncimə. Belə bir söz var. Haram mal xeyir gətirməz. Bu ev başqasının pulları ilə alınıb. Sənə də xeyir gətirməyəcək. Dayan. Oğlun gəlir. Görmək istəmirsən? Əvvəlcə işlərimi bitirim. Sonra sakit şəkildə görüşərik. Hı? Bütün gecəni Lalənin işləri ilə məşğul olmusan, qardaş. Narahat olduq. Bu nə vaxt bitəcək? Bəlkə də bu hələ başlanğıcdır. Biraz sakitləş, qardaş. Yapon dilini öyrənməyə başlamısan? Anam dedi. Hə. Bugün müəllim yanına getməli idim. Amma təəssüf ki, Niyə getmədin? işlərim hələ bitməyib. Hələ çox qeyri-müəyyənlik var. Hansı işlərin? Çox gec başa düşdüm. Həddindən artıq gec. Bugündən etibarən azadsan. Gedə bilərsən. Lalə, mənə pul verməsəz də işləyərəm. Çətin günlər geridə qaldı. Bu ev artıq mənim deyil. Yeni yerdəsə mənə köməkçi lazım olmayacaq. Eşitmişəm. Yaxşı ya da pis neyləmişəmsə, hamısına görə məni bağışla, bacı. Lalə, sənə heç nə qalmadı? Niyə belə oldu, hə? Sən öz haqqını tələb eləməlisən. Mənim sərvətim yoldadır. Ondan başqa mənə heç nə lazım deyil. Lalə. Olar? Gəlin. Lalə,
Onlar niyə gecikirlər? Oğlunuzu şöbəyə aparıblar. Tezliklə gətirəcəklər. Həmin üzük. Nə qızılı, nə də brilyantı həqiqi deyil. Üzük saxtadır. Hə. Saxtadır. Niyə dərhal hiss eləmədim? Sizin üzük isə həqiqi idi, düzdür? Hə. Məni bir şey maraqlandırır. Şamil kiməsə üzük verirsə, bu yeni davanın başladığı anlamına gəlir? Yox. O üzük ona anasından qalıb. Hətta bunu birinci arvadına belə verməmişdi. Deyirdi ki, üzüyü məndən başqa heç kimə verməyib. Cinayət yerində saxta üzük qoymaq nə deməkdir? O mənə nə düşməndir, nə də dost. Əgər dostdursa, məni təəccübləndirmək istəyib. Amma düşməndirsə, məqsədi böhtandır. Mən böhtandan çox qorxuram. Sizə böhtan atılmayacaq. Onsuz da çoxlu sübut var. Bax. Yalnız arvadımı notariusa aparmaq qalıb. Nəsə ürəyim narahatdır. Bəlkə pulu notariusdan sonra verim. Nədir? Sənə yenə izah eləyim. Əgər evi sənədləşdirmədən sonra satışa çıxarsam, onu bundan baha satacağam. Pul mənə indi lazımdır. Qulaq as. Bugün oyun var. Nəticəsini yaxşı bilirəm. Şansım əldən vermək istəmirəm. 10.000 qoysam, ən azı 30.000 qazanacağam. Verirsən yoxsa yox? Yox, burada sayma da. Gedim tualetə dəyim. Məclisə sonra davam eləyərik. Yaxşı. Bax, sizin evə gəldik. Hə, keç içəri. Lalə. Pərviz gəldi. Pərviz? Gəldi? Gəldi. Mənim biçarəm gəldi. Mənim balam cəhənnəmdən qurtulub evə gəldi.
Pərviz. 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 Oğlum. Çayını iç. Qonaqlar gəlir. Yəqin bizim xalamız qızlarıdır. Niyə? Sənə deməmişdim. Qohumlarımız məsləhətləşib səni evləndirmək qərarına gəliblər. Bir namizəd də var. Evləndirmək? Kimlə? Bizim qonşu kənddən yavər kişinin qızı boşanıb gəlib. Onun keçmiş əri narkoman imiş. 3 ayda yaşamayıb. Çox yaxşı qızdır. Saxla. Hələ arvadımın işini axıra çatdırmamışam. Niyə belə oldu? Polis maşını gəldi. Qonaqlar deyəndə onları nəzərdə tuturdum. Getmək vaxtıdır, bacı. Mənə görə ağlama. Anamdan müğayət ol. Danışdıq? Qardaş.
Xeyr, gətirmədi. Oğlum, Pərvizim. Hardasan? Deyilən yerdəyəm. Nə oldu? Oğlunu gördü? Bəli, gördü. Yaxşı. Laləni bura gətir. Qalları aldan olan şərikini də Səmərqəndə gətirməyə əmr elədim. Çox düzgün eləmisiniz. Bununla da qarşımıza qoyulan tapşırığı yerinə yetirdik. Artıq onu azadlıqda saxlayıb izləməyin mənası yoxdur. Evolgen dindirmə zamanı Lalə ilə Şamilin birgə hərəkət elədiyini deyib. Türklər də təsdiq eləyib ki, Lalə böyük oyunlarda iştirak eləyib. Lalə həmçinin Yunanistandakı o kafedə müşahidə kameralarına düşüb. Məlum olub ki, başı kəsilmiş qadının əlindəki üzük Lalənin olub. Bəs snayper? İtaliya polisi müəyyən eləyib ki, mafiya tərəfindən tutulmuş killer elə qurbandır. Bəs Lalənin ərindən bir məlumat var? Onu elə indicə kafedə öldürüblər. Öldürüblər? Ona görə də tez gəl. Lənət olsun. Sənin üçün çox darıxmışdı. Qoy səndən doyunca vaxt keçirsin. Lalə, qalx getməliyik. Hara? Şöbəyə çatanda hər şeyi izah eləyəcəm. Gedək. Oğlumu sizi Allah'a tapşırıram. Lalə? Bizi gözləyirlər. Gedək. Nənəcan, bəs anam nə vaxt gələcək? Onun üçün darıxmışam. Anan sənə hədiyyələr gətirmək üçün uzaqlara gedib. İşlərini bitirəndə gələcək. Pərviz, sən otur televizora bax, mən indi gəlirəm, yaxşı? Yaxşı. Lalə? Serial Space televiziyasının sifarişi ilə dubləş olunub.